Ay cəmaət, şok, 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 yaxın əyləşin. Bu Vəfanın reklam azalan kimi Afət Fərman qızından başlayır danışmağa və Afət Fərman qızı aldı görək nə dedi. Vəfa, efirdən deyirsən ki, Afət Fərman qızı bura gələnməz. Bu dəqiqə bir 10.000 dollar mənim 2 günümün əziyyətinin qiymətini verən olsun, gəlim toyu oxuyum, geri qayıdım. Bu məsələn bura. Sən danışdıqların köhnəli bey. O danışdığını Flora Kərimova 3 il danışdı, vəkili, ətrafı saytlarda qalaq-qalaq yazıblar. Xalq onu yemir daha, o keçmir, ayrı şeydən danış. Mənə lazım olanda mən gəlirəm də, gedirəm də. Vətənimə niyə gələ bilməyim ki? Ora birinci vətənimdir, ana vətənimdir. İkinci vətənim, Təbrizdir, üçüncü vətənim buradır. Ailə qurub ərimin yanına gəlmişəm də. Sən indi bilmirsənsə, axşam verilişimdə izah eləyəcəm. Ailə qurmaq nə cür olur, nədir, nə deyil. Mənim hamiləliyimə dil uzadırsan, ailə quran xanım hamilə qalmağı bu. Qeyri-adi burada bir şey yoxdur. Vay o gündən ailə qurmadan, onu axşam verilişimdə aydınlıq gətirərəm. O şeyləri cahillərə başa salacağım. Axşam saat Bakı vaxtı ilə 9-da Afətlə doğruları bilməlisiniz verilişim hüzurunuzda olacaq. İndi show biznesdə var ya bu şeyləri bilməyənlər, onun bunlarından bic doğanlar, evli kişidən qeyri-qanuni uşaq doğub bic doğanlar, o uşaqlar məktəbə gedəndə birinin adı Mərvə imiş. Bic Mərvə, uşaq ağlayır, gəlir evə, anası deyir ki, nə qələt elədim vaxtında, mən düz yolda doğmadım subay oğlanla. Getdim evli kişidən Bic Mərvəni doğdum. Bu Mərvəni də alan yoxdur. Normal ailə almır da. Normal ailə niyə Bici alsın ki? Mən uşaqdan danışmıram. Mən uşağın bic doğan anadan danışıram. Etmin eləmin, axşam mövzunu geniş danışacağım. Bic Mərvənin axırı nə oldusa ondan danışacağım. Vəfa, bu yaşa yaman takılmısan. Ana bala yaşındayıq deyirsən. Az 40-a çatıb, sənin yaşın, ay yarımdan sonra 37 yaşın olur. 10 yaş fərqimiz var. 10 yaş fərqlə ana bala yaşında olmaq olmur. Biz tərəfdə belədir, siz tərəfdə bilmirəm. Çünki 10 yaşda ana bala yaşında olmaq üçün gərək 8-lərə gedərdin, 9-da doğub 10 yaşda da uşağa bir yaş eləyərdin, ad günü eləyərdin. O da nə tibdən mümkün deyil, nə qanundan mümkün deyil. İndi bu vəfatdır dostlar, bunun bəlkə öz bildikləri var. Və mən yeganə Vəfa müğənniyəm ki, show biznesdə estetiksiz. Bunu nə deyirəm? Özüm haqqında sənə qısaca məlumat verəcəm. Rəqibin tanı gör kimlə vuruşursan. Həsənova Afət Fərman qızı Tovuz rayonunda doğulmuşam, 79-cu il dekabrın 31-i. Ali təhsilliyəm Vəfa. Sən hansı təhsillisən də cavab ver mənə. Atvet ver, atvet istəyəcəm. Ailə qurmuşam Vəfa Zaksla. Səndən də atvet gözləyirəm. Zaksım Zaurda var. Zaur, yan-yana qoy göstər əgər bunun varsa.